Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən müxtəlif elli qurumlarının rəhbərlərinin Nazirliyin bir sıra əməkdaşları üçün pay etdiyi sovqat tədarükü barədə olan xəbərlərə tez-tez rast gəlinir. İstər yaxın münasibətlər, istərsə də yuxarı inzibati dairələrə olan bağlılığı daha da möhkəmləndirmək üçün yerli rəhbər şəxslər hər zaman bu tip əməl üsullara əl atmışdı. Bu paypus seçimi də elə yerli təşkilatların yerləşdiyi coğrafiyaya və bölgələrə görə, daha doğrusu o bölgələrin ən populyar ərzaq və digər qida məhsullarına görə çeşidlənib və adəti üzrə belə də davam edib. Yəni hansı rayonda nə varsa ondan, Allahın sizə verdiyindən sizin bizə verdiyiniz qəbuldur. Qubanın ağalmasından Siyəzənin ləziz balığına qədər. Siyəzən rayon sakini Firdovsi Cəfərov da Siyəzən rayonunda yaşayan adlı sanlı kişilərdən biridir. Təhsil Nazirliyində bu kişini tanımasalar da onun toruna düşən ləziz Xəzər dənizinin balıqlarından çox dadıblar. Bu balıqları ondan alıb Nazirliyə aparan məsul şəxs isə Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdür müavini, hazırda isə müdür səlahiyyətlərini icra edən Pərvin Ağasev olub. Pərvin Ağasev müxtəlif vaxtlarda və adətən bayram ərəfələrində dəfələrlə Elm və Təhsil Nazirliyinə göndərmək adı ilə Firdovsi kişinin satdığı balıqlardan alıb. O dəfələrlə gəlib bayram günlərində, bayramdan qabaq günlərdə həmişə o pay pazarka yığırdı. Həmişə yaxınlaşırdı mənə ki, sanla mənə kömək eləyinə. Payları çatdıra bilmirəm. Mən də əl tuturdum ona, kömək eləyirdim ona, həmişə kömək eləyirdim. Əl tuturdum ona. Yarı pulla, yarı hörmətlə, balıq payı yığıb düzəldirdim, verirdim ona dəfələrlə. Hara aparırdı o, necə deyir? Onu deyirdi ki, Nazirliyə yollayıram. Nazirliyə yollayıram. Payları mən pay verməsəm, biraz vəziyyət yaxşı olmur. Bayramlarda çox pay yığırdı. Mən də əl tuturdum ona. Yarı pulla, yarı elə biraz hörmət mənasında hörmət eləyirdim ona həmişə. Pərvin Ağasev payları düzəldəndə Təhsil Nazirliyinə payların ayrıca düzəldirdi, yığırdı. Balığın, başqa şeyləri hamısını. Bir də ki, Təhsil Agentliyinə ayrı yığırdı. Firdovsi Cəfərovun sözlərinə görə Pərvin Ağasevin bu pay tədarükü bəzən o qədər zəruri əhəmiyyət kəsb edib ki, hətta bir neçə dəfə satın aldığı balıqların pulunu da verə bilməyib. Axırıncı dəfədə onları da məndən alanda pullarını da heç vermədi, çıxdı getdi.